Salam, hər vaxtınız xeyir olsun. Düşən sualların izahına başlayıram. İnşallah ki, nəticələri sualların izahını verim. Demək, birinci sual, 61-ci sual B variantının izahını verəcəm. Burada kvadratlar fərqidir. 828 çıxaq 72 bölək 378 vuraq, bunda hasil olacaq. A minus B plus B düsturudur. 828 üstə gələk 72. Bunları hesablayanda cavab alacaqsınız 1800. Ədəd silsiləni verilir, silsilə fərqini D bərabərdir. A 28 çıxaq A 13 bölək 28 çıxaq 13. Bunu hesablamaq lazımdır. 28 çıxaq 58 bölək. Buradan bunu çıxanda 15. Mənfi 30 bölək 15. Mənfi 2. Deməli, növbəti sual. Kosinusların cəmi 2. Kosinus alfa plus beta bölək 2. Bu ikisini toplayanda 56 bölək 2, 28. Vuraq, fərqin yarısı. Fərqi 20 bölək 2, kosinus 10. Burada deməli paraleldirsə oxşarlıq yaradır burada. 8-in və bu ikisinin cəminə nisbəti 25-ə nisbəti bərabərdir. X 20-yə nisbətinə. Buradan x bərabərdir 6.4 alın. Prizmanın həcmi V bərabərdir isə oturacaq bura h-dır. 120. Buradan h 8-dir. 120 8-ə bölsəm isə oturacaq eləyəcək 120 bölək 8. 15. Sonra eni 40, uzunluğu K olan düzbucağının perimetri. Bura 40'dır, burada K'dır. Perimetre düsturu 2, bura A plus B düsturudur. O da 40 plus K. Bu birisi sualda. Deməli, sayını soruşur. Deməli, yarım intervalda say tapanda, naturalların sayını tapanda yarım intervalda B minus A sadəcə 23-dən 16 çıxacaq, 17 çıxacaq. Bu da 6 verəcək. 24 şagird var. Sadəcə 2 növbətçi seçmək lazımdır. Burada kombinizon növbətçi seçilir. Ona görə sıra fərqi yoxdur burada. 24 vuraq 23 bölək 2. 12'ni 13'e vurup cevabı alacaksınız. Növbət sual. Eyni qövsü cızan bucaqlar bərabərdir. Görürsünüz, alfa da 40'dırsa bu da 40'dır. Bu kosinus sinüs 60'da kökdə 3 bölək 2'dir. Çıxaq bu da kökdə 3 bölək 2'dir. Və yaxud sinüs alfa kosinus beta'ya bərabərdir. Əgər alfa plus beta cəmi 90'dırsa. Bu xassədə istifadə oluna bilər. Sonra bu adi xassədir. 2 üstü kökdə 2 vuraq 2 kvadrat edir 4'dür. Bu sadə sualdır. Burada x böyük bərabər mənfi 4 alınır. Deməli, ən kiçik tam həlli mənfi 4 yaradır. Aha, konusun doğranı verilib. Bunu çəkəcəm şəklini. Demək, 10 kökdə 3'dürsə, bu bucaq 30 dərəcədirsə, bunun qarşısındakı katet bunun yarısıdır. 5 kökdə 3'dür. Bu birisi isə kökdə 3'ə vurulmuşudur. 5 kökdə 2, kökdə 3'ə vuracaq, 15 eləyəcək cavab. Bu sualda, buradan 2 üstü x'i çıxartdım, 8 çıxaq 6'dır. Buradan da 3 üstü x'i çıxartdım, 3 çıxaq 2. Burada 2 eləyir, 2 ilə ixtisar gedir. Bu, bundan kiçik olması üçün x böyük 0 olmalı. Demək, ən kiçik tam həlli 1'dir. 2 rəqəmli ədədlər 16'dır. 25, 36 və s. 6 dənə, 3 dənəsi təkdir. 1, 2, 3 dənəsi təkdir. 2-də 1 cavab. Burada bu loqarimanın xassəsidir. Loqarima 81 əsasdan 8 yazaram. Loqarima 8'in kubu, bunda 4'ün 3'ün üstü 4 yazaram. Ona görə 4'də 3 qabağa gəlir. Bu birisində isə bölməməlidir. Loqarima 9 əsasdan 32. Bu da loqarima, bu da 2'nin kubudur. Bağışlayın.
2'nin üstü 5'dir. Burada da 3'ün kvadratıdır. Burada 5 çıxar bölə 2 qabağa gəlir. Bunlar ixtisar gedir, eyni addadır. Və ixtisar edəndə onda 3 edir. Sonra burada bu hesablamaq lazım bunu. Yeni qof hesablayanda 1,6 çıxaq 2 üstə yerə 3 edir. Bu da cavab edəcək 2,6. Bu gələcəm bu işə. Deməli, burada aralarındakı məsafəni verir. Demək, iki məntəqədir. A ilə B arasında məsafə 34 kilometrdir. Burada bir C nöqtəsi var, 24 kilometr. Burada 10 kilometr qaldı. Biri X sürətlə gedir, biri X plus 8 sürətlə gedir. Birisindən 8 kilometr çoxdur sürəti. Və bu birisi C-yə çatanda piyada yarım saat sonra çatır ora. Ya o demək ki, bunlar arasında zaman fərqi 2'də 1 saat. Yəni 0,5 saat. Yəni x 24 bölək 10 bölək x çıxaq 24 bölək x plus 8 bərabər 2'də 1'dir. Burada tənliyi həll edəndə bir tənliyin həllini alıram x bərabər 4, yəni piyadanın sürətini. Bir də x bərabər 12, yəni o birisi də x plus 8 bərabər 12. Biri piyadanın sürətidir, digəri velosipedçinin sürətidir. Ona görə piyadanın sürətini soruşduğuna görə 4 olur cavab. Burada demək 24 nəfərdir. Bunu yazım. Buradan yazacağım bunu. Fərz edirəm x qızlar və oğlanlar da elə deyilmi? Qızlar, qadınlar x-dir. Qadın. Y də kişilərdir. Yəni 21x bunların yaşlarının cəmidir, qadınların. 29y də kişilərin yaşlar cəmidir. Bütöv hamısının yaşlar cəmi də 26'dır. Yəni bunları hamısını toplayanda bərabər də olmalıdır. 26 vuraq x plus y-ə saylarına vurarım. Buradan alıram ki, demək 26x burada 3y bərabərdir 5x-ə. Yəni y 5k şəklindədir, x də 3k şəklindədir. Cəmi bunların 24 nəfər. Toplayanda bu ikisini toplayanda 24 verir. O da 8'ə böləndə k bərabər 3 edir. Deməli buradan alıram ki, kişilər 15 imiş, qadınlar da 9 imiş. Bizdən kişilərin neçə nəfər kişi var? 15 cavab. Bu məsələ. Bunun həllini yazım mən. Əgər burada verirsə ki, CO 5'dir, bura 5'dirsə, deməli bu C'yə 0 verəndə bura 5 edir. Bu BO 5 buna, deməli bura əgər x-dirsə, bura 25x-dir. Düzdürmü? Düz uzaq təpəsindən çəkilən hündürlüyün kvadratı bərabərdir bunların ayrıda parçaların hasilinə. Yəni x bura 25x-ə. Bu da x kvadrat 1 eləyir. X deməli 1 imiş. 1 imişsə bura mənfi 1'dir. Burada 25'dir. Mənfi 1 plus 25 məsafəcə toplayanda modulca 26 eləyir. 26'nın yarısı 13'dür. Deməli, bunun təpə nöqtəsi buradan çəkəndə 13. 25'dən 13 çıxıram. 12. Bax, bura olacaq 12. Tamam mı? Deməli, bunun apsisini soruşur. Apsisi 12 imiş cavab. Bu birisi suala gələm. Eyni adlı bucaqlar anlayışı belədir deməli. Bax bu belədir. Eyni adlı bucaqlar nə deməkdir? Daxili bir tərəfli bucaqlardan söhbət gedir. Bax bunlardır. Deməli bu alfadır, biri də betadır. Müxtəlif adlı bucaqlardan isə söhbət gedir. Deməli bunlar isə qarşılıqlı müxtəlif adlı. Deməli bunun biri qammadır, biri isə fidir. Bax belədir deməli. Aha. Alfanın dərəcə ölçüsü, qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsünə 20% azdır. Deməli, qamma bərabərdir 0,8 alfadır. Sonra finin dərəcə ölçüsü, betanın dərəcə ölçüsü 20% çoxdur. Deməli, 1,2 betanı verir mənə. Buradan, bunlar bir-birinə bərabər olur. Deməli, qamma ilə fi bərabərdir bir-birinə. Buradan alınır ki, 0,8 alfa bərabər 1,2 beta'ya. Buradan alfa plus beta cəmi də 180'dir. Buradan alıram. Ona vurub 4'ə böləndə 2 alfa 3 beta'ya verir. Deməli alfa
3K'dır. Beta da 2K'dır. Burada yerine yazanda 180 K beraber 36 alır. Müsaçlarda 5'e böləndə 36. 36'yı demək bura vuranda 108 eləyir. Bu birisi isə 72 eləyir. Məndən alfa betanın dərəcə ölçülərini soruşur. Belə. Sonra bu birisinə baxıram. Deyir ki, nöqtəli parçanın ortanın apsis oxunun mənfi hissəsində. Apsis oxunun mənfi hissəsində yerləşmək o deməkdir ki, burada Y apsis oxunun mənfi hissəsi burada yerləşir. Deməli, Y-in koordinatı 0'dır. Bu ikisini toplayıb yarı böləndə 0 verməlidir. Yəni, K kvadratı üstə gələk 32 çıxaq 12 K 0 verməlidir. Bax, buradan alıram ki, K bərabərdir. Bir kökü, biri -8'dir, biri isə müsbət 4'dür. -8'i burada yazanda ödəmir. Cavab amma 4 yazanda ödəyir. 4 yazanda gəl 4'ü yazaq, yoxlayaq. 4'ü yazanda nə baş verir? Buranı pozum. 16 çıxaq 16. Bura 0 elədi, bura 16 elədi. Bu 1. Sonra buranı 4'ü yazanda -4. Bura isə eləyir. Deməli 48 -16 eləyir. İndi baxıram. 8'i də yazıb yoxlayacağım. Deməli 4 yazıb yoxlayacağım. Orta apsis oxunun mənfi hissəsində yerləşir. Bax, bu koordinatları 0, 16 buradır. 0, 16 buraya olsun. -4 və 16. Bu birisi isə -16. Bu birisi isə burada yerləşir. Bax, bu parçanın orta nöqtəsi burada yerləşir. Bax, burada. Deməli, bu düz gəlir. Orta nöqtə Y oxunu kəsməlidir mənfi hissəsində. Aha. Deməli, mənfi hissəsindəki. Amma burada deyir ki, apsis oxunun mənfi hissəsində kəssin. Onda 8 yazanda nə baş verir? 8'i də yazaq, yoxlayaq. 8'i yazanda, -8 yazanda 64, üstə gələk 32. Elədir, deməli 96. Bu birisini yazanda 8, 64. Aha, buna yazanda bəs. -8 yazanda 12, 32. Bu A nöqtəsidir. 44 eləyir. Bu birisində isə 4 yazanda, -8'i buraya yazanda -96 ilə 32'nin cəmi 96, bu da 32. 8, bu da 128 eləyir. Bunların ikisi də müsbət olduğuna görə heç vaxt yarısı gəlib deməli burada kəsənməz. Ona görə yalnız və yalnız Y bərabər, X bərabər 4 nöqtəsində bu cavab düz gəlir. 4 olanda deməli 0, 16, hə burada yerləşir. 16 buradır. Bax, burada çəkəndə bunları bir yerə gəlib -4'də kəsər, görürsünüzmü? Hə, deməli bu birisi nöqtədir. -4 nöqtəsində X bərabərdir. Deməli, K-nın qiymətini soruşur -4. X bərabər 4'dür cavab. Bu birisi sual, elə çətin sual deyil. Baxaq, bir dənə deyim sizə. Kəsişmə nədir? 3x plus 4'dür. Böyükdür. B-dən A çıxanda qalıq 19 çıxaq 2x. Buradan hesablayanda 5x böyükdür 15'dən, x böyük 3'dən. Bir də bir şərt ödənməlidir. 19 çıxaq 2x böyük 0 olmalıdır. Buradan -2x böyükdür -19. X kiçik 19'u 2'ye bölən 9'dan. Aha. 9/5, elə deyil mi? 9/5'dən kiçik olan 9. Deməli, bu ədəd ən kiçik qiyməti. Yəni, söhbət gedir adam B-ni çıxanda. Adam B-ni çıxanda 2x plus 5'dir. 3'dən böyük 4 verəndə bura 2 vuraq 4 plus 5, 13 eləyir. 9 qoyanda bura 18 plus 5, 23 eləyir. Bunların cəmi də 36 eləyir. Cavab 36'dır burada. Uğurlar arzulayıram. Da indi bəzi suallar var. Əslində suallar yaxşı düşmüşdür, pis deyil, normaldır. İnşallah ki, nəticələriniz daha yaxşı olar.